Salam, mən Gülnar Əmrahova, Taimin ibtidai sinif Azərbaycan dili üzrə təlimçi müəllimi. Bugün sizlərlə birlikdə bəzi test izahlarına baxacağıq. Deməli, testdə bizdən nə tələb olunur? Yer zərfinin mübtəda kimi işləndiyi cümlələri müəyyən edin. Biz bunun üçün birinci cümləni təhlil etməliyik. Birinci, dağların yuxarısı ağappaq qar ilə örtülmüşdü. Nə etmişdi? Örtülmüşdü. Hara? Dağların yuxarısı. Bizdən tələb olunan odur ki, yer zərfi mübtəda kimi olsun. Müəllimləri çaşdıran məqamlardan biri burada yer zərfini görür və deyir ki, hə, burada mübtəda yer zərfidir. Amma burada bizim mübtədamız söz birləşməsindən ifadə olunur. Ola bilər ki, söz birləşməsinin əsas tərəfi zərf olsun, amma bu ayrılıqda dağlar sözü olmasaydı, yuxarısı təkcə olsaydı, onda yer zərfi olardı mübtədanın ifadə vasitəsi. Amma burada söz birləşməsi mübtəda vəzifəsindədir. Təxminən 2 il öncə ora işğal edildi. Nə edildi? İşğal edildi. Hara? Ora. Burada ora yer zərfidir, cümlədə mübtəda vəzifəsindədir. 2 doğrudur. Rayonumuz şəhərdən xeyli uzaqdaydı. Haradaydı? Uzaqdaydı. Hara? Rayonumuz. Burada rayonumuz mübtədadır, amma zərf yox, isimlə ifadə olunur. Ona görə 3-cü cavabı götürə bilməliyik. Aşağı zülmət qaranlığa bürünmüşdü. Nə etmişdi? Bürünmüşdü. Hara? Aşağı. Burada mübtədamız aşağı sözüdür, o da zərfdir. Hadisədən yuxarılar yeni xəbər tuturdu. Nə edirdi? Xəbər tuturdu. Kim? Yuxarılar. Yuxarı sözü də zərfdir, yer zərfidir. Sadəcə ismin şəkilçisini qəbul edibdir, amma cümlədə mübtəda vəzifəsindədir. Bizim cavabımız olacaq 2, 4 və 5. Cavab olur B variantı. Keçək ikinci sualımıza. Biri 3 əsas nitq hissəsindən ibarət söz birləşməsidir. Biz bilirik ki, söz birləşməsi ən azı 2 leksik mənalı sözün birləşməsindən yaranır. Baxaq A variantına. Dizə kimi qar. Burada biz baxanda 3 dənə söz görürük. Amma buradakı kimi sözü yönlük hala qoşulub, burada qoşma vəzifəsindədir. Qoşma da əsas nitq hissəsi olmadığı üçün düzdür, söz birləşməsinin tərkibində iştirak edə bilər. Amma burada 3 əsas nitq hissəsi dediyinə görə bu yanlış cavabdır. Ən cəsarətli oğullar. Burada cəsarətli və oğullar sözü. Oğul isimdir, cəsarətli sifətdir. Amma ən sözü ədatdır. Ona görə bu da əsas nitq hissəsi olmadığı üçün cavabımız da B deyil. Hamıya yaxşı olmaq. Yaxşı olmaq birlikdə mürəkkəb sözdür. Hamıya sözü isə əvəzlikdir. Burada cəmi 2 söz iştirak edibdir. Ona görə C də bizim cavabımıza uyğun deyil. Şairin lirik şeirləri. Burada şair isimdir, lirik sifətdir, şeirləri isə isimdir. Burada 3 əsas nitq hissəsi işlənmişdir və bizim cavabımıza o uyğundur. Daha gözəl əsər. Gözəl sözü sifətdir, əsər sözü isimdir. Amma daha sözü burada ədatdır. Ona görə bu bizim cavablarımıza uyğun deyil. Cavab olacaq D bəndi. Sağ olun, növbəti test izahlarımızda görüşənədək.